Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrahli sadri ve yassir li emri ve ahlul uqdatan min lisani yefqahu qavli. Amma ba'd. Əziz qardaşlarım, həmişə olduğu kimi sizə Allahdan qorxmağı, təqvalı olmağı nəsihət edirəm. Yenə Bəqərə surəsinin təfsiri davam edir. Bugün inşallah 25-ci ayədən başlayaraq sonraki ayələri izah edəcəyik. Allah Teala bu ayədə buyurur ki: "Kulləmə ruziku minhə min səmərətin rizqan, qalu həzəl-ləzi ruziqna min qabl." Hər dəfə cənnət meyvələrindən onlara bir ruzi verildiksə, bu ki, əvvəlcə dünyada bizə verilən ruzidir deyərlər. Cənnət əhli onların zahiri görünüşünü dünyadakı meyvələrə oxşadır və deyir ki, bu ki, bizə dünyada verilirdi. Lakin Allah Teala özü bəyan edir ki, "Utubihə mutəşəbihə." Onlara yalnız o meyvələrin oxşarı verilir. Adı oxşaya bilər, şəkli oxşaya bilər, rəngi oxşaya bilər. Amma dadı, ləzzəti, bərəkəti dünyadakı neymətlərə oxşamır. Burada təfsirdə gəlir, İbn Abbas radiyallahu anh deyir ki, o meyvələrin ancaq adları oxşayır. Cənnət meyvələrinə ancaq adları oxşayır. Və başqa bir təfsir gəlir Əbul-Aliyədən, o da deyir ki, onlar zahirən bir-birinə oxşasa da, dadları müxtəlifdir. Dadları bir-birinə oxşamır. Sonra Allah subhanətə alə vəd edir cənnət əhli üçün və deyir ki, وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُتَحَّرَةٌ. Onlar üçün orada pak zövcələr də vardır. Pak zövcələr iki mənadadır. Ola bilər, öz zövcələri olsun, iman əhlidirsə. Və ola bilər ki, dünya qadınlarından ikisi onlara verilsin. Və bundan əlavə hələ onlar üçün hurilər də olacaqdır. Cənnətdə hurilər də olacaqdır. Və onların pak olmasını Peyğəmbər s.ə.v hədisdə görün necə izah edir. Ümumiyyətlə, cənnət əhlinin həmçinin də qadınlarının, cənnət qadınlarının pak olmasını Peyğəmbər s.ə.v izah edir, deyir ki, cənnətə daxil olan ilk zümrə 14 gecəlik ay kimi gözəl olacaqlar. Cənnətə daxil olan ilk zümrə 14 gecəlik ay kimi gözəl olacaqlar. Baxın, onlar tüpürməyəcəklər. Tüpürəcək murdar deyil, lakin heç bunu da etməyəcəklər. Düşünürsünüz, burunlarından selik axmayacaq. Böyük və ya kiçik bayra çıxmayacaqlar. Xəstələnməyəcək, qoca olmayacaq və qadınlar da heyz və nifas olmayacaqlar. Gördünüz ki, lakin bütün bu şeylər insandan necə çıxacaq? Axı, insan bədənində bu şeylər var. Yediyi yemək hara gedəcək? Yediyi yemək insan bədənindən tər şəklində çıxacaq. Amma o tərdən pis qoxu yox, ətir qoxusu gələcək. O tərdən ətir qoxusu gələcək. Orada onların qabları, yediyi qablar qızıldan, gümüşdən olacaq. Hətta onların daraqları belə, saçlarını daradığı daraqlar qızıldan, gümüşdən olacaqdır. Sonra onların hədisə gəlir buxurları. Buxur qabdır, içində neysə yandırırsan. Lakin bu xüsusi bir qab olacaq. O qabın içində ətirli ağız parçaları olacaq ki, o yandıqca cənnətdə onların olduğu yeri ətirləndirəcək. Gözəl iyi gələcək bir yerdən. Ətrafa ətir saçacaq. Hər yeri bu ətirin iyisi bürüyəcək. Hər kəsin orada iki zövcəsi olacaq.
2 zövcəsi. Lakin ola bilər, kiminsə dünyada 4 zövcəsi olsun, 4'ü də mömin olsun, 4'ü də onunla bərabər olacaq. Bu istisnadır. Amma umumən hər kəsin 2 zövcəsi olacaq. O zövcələr ki, ayaqlarının gözəlliyindən, yəni ayaqları o dərəcədə gözəl olacaq ki, ətin üstündən içəridəki sümük görsənəcək. İçəridəki o sümük bilinəcək. Ayaqların necə gözəl olacaq. Və onların arasında heç bir ixtilaf olmayacaq. Cənnət əhlinin arasında heç bir ixtilaf olmayacaq. Bir-birinə qarşı da nifrət, kin-küdurət olmayacaq. Hamısının qəlbi bir qəlb kimi olacaq. Və onlar gecə-gündüz Allahı tərifləyib, şəninə gözəl sözlər deyəcəklər. Cənnət qadınlarının hansı keyfiyyətə, hansı xüsusiyyətə malik olduğu bəzi şeyləri Quran və hədisdə Allah s.ə.v. və Peyğəmbər s.ə.v. vəsf edib. Bəzilərini, hər şey bizə məlum deyil, tam şəkildə onlar necə olacaq. Lakin bəziləri bizə məlum deyil. Bunlardan, məsələn, Allah s.ə.v. deyir ki, فِيهِنَّ قَاسِرَاتُ الطَّرْفِ لَمْ يَتْمِسْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَلَا جَانٌ. Orada, yəni o cənnətlərdə gözlərini yalnız ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış hurilər vardır. Qızlar vardır. Baxın. Özlərinə heç bir insan və cin toxunmamış. Sanki onları qoruyub saxlayırlar həmən o insanlar üçün. Cənnətə daxil olanlar üçün qoruyub saxlayırlar ki, onlar gələndə o cənnət əlinə verilsin. İndi gələcək, doğrudan da onlar qorunub saxlanılan bir nimətdir. Allah bizə onu nəsib etsin. Başqa bir ayədə deyir ki, كَأَنَّهُنَّ الْيَاقُوتُ وَالْمَرْجَانِ. Onlar sanki yaqut və mərcandırlar. Allah Taala da nə isə deyirsə, Allahın dediyində heç bir məcaz ola bilməz. Həqiqi mənada deyir ki, onlar sanki yaqut və mərcandırlar. Onların gözəlliyini izah edir. Başqa bir ayədə yenə onları vəsf edir. Deyir ki, فِيهِنَّ خَيْرَاتٌ حِسَنٌ. Orada, yəni o cənnətlərdə xoş xasiyyətli, gözəl üzlü qızlar vardır. Xasiyyət xoş, gözəllik də gözəllik. Yenə onlar barədə Allah s.ə.v. deyir ki, وَكَوَاعِدَ ətrabə. Orada onlar üçün, yəni möminlər üçün dolğun döşlü, həm yaşıl qızlar vardır. Bunu dedim, bir şey yazmışdı. Qardaşlardan biri deyir ki, bir nəfər cahil bilmirdi. Bizdə necə bir eyib tutsun, sonra bizi təhqir eləsin, alsın. Və gəldi, baxdı, gördü ki, namaz qıldığımız yerdə kitablar qoymuşuq. Əlinə atdı, kitablardan birini götürdü. Orada da cüz-amma tərcüməsi ilə olan bir kitabdır. Açdı, açan kimi bir dənə ayəni oxudu. Həmən bu ayəni oxudu. Dedi, bu nədir? Pozğun şeylər oxuyursunuz. Heç baxmır ki, bu Allahın ayəsidir. Burada necə yazılır? Doğrudur, mən bunu belə tərcümə etmişəm. Dolğun döşlü. Amma başqa tərcümədə başqa bir tərcümə olunur deyə ona başqa bir gəldi. Elə dedi ki, tamam başqa şeydir. Sonra yenə Allah Taala onları vəsf edir, deyir ki, وَحُورٌ عَيْنٌ كَأَمْثَالِ اللُّؤْلُ الْمَكْنُونَ. Orada onlar üçün, möminlər üçün iri, qara gözlü hurilər, həm gözləri iri, həm də qara. İri, qara gözlü hurilər vardır və özü də bu hurilər, fikir verin, özü də sədəf içində gizlənmiş mirvariyə bənzər hurilər. Sədəf içindəki mirvari qorunub saxlanılır. Sonra onun qiyməti o vaxt baha idi. Allah Taala onu bənzədir hurilərə. Və ya yenə başqa bir ayədə buna bənzər ayədir. Və indəhum
qasiratut tarfi aynun kənnəhum beydun məklun. Onların yanında, müminlərin yanında baxışları ancaq üzərlərinə dikilmiş, iri qara gözlü hurilər olacaq. Özü də qorunub saxlanılmış, heç bir əl dəyməmiş yumurta kimi hurilər. Yumurta kimi. Ağabbaq, əl dəyilməmiş. Yenə də Allah s.ə.v. onları vəsf edir və deyir ki, İnnə ənşə'nəhünnə inşəən fəcəlnəhünnə əbkərə urban ətrabə. Həqiqətən biz onları, yəni cənnət qadınlarını yeni bir biçimdə yaratdıq. Bir təfsir gəlir ki, doğulmadan yaratdıq. Bir təfsir gəlir ki, zahir görünüş tamam başqa cür olan bir məxluq etdik. Yəni gözəl. Biz onları bakirə qızlar, ərlərini sevən həm yaşıdlar edəcəyik. Bakirə qızlar həm yaşıd və bir də ərlərini sevən qızlar edəcəyik. Sonra yenə Allah s.ə.v. onları vəsf edir, deyir, hurun məqsuratun fil xiyam. Çadırlar da gözlərini ancaq üzərlərinə dikmiş hurilər olacaqdır. Müminlər üçün çadırlar olacaq. Çadırlar da biz təsəvvür etdiyimiz çadırlar kimi deyil. Çadırların uzunluğu nə qədər olacaq? Və içində də onlar üçün ancaq onlar üçün məxsus olan hurilər olacaq. Peyğəmbər s.ə.v. bu çadırları vəsf edir. Deyir ki, cənnətdə hər mümin üçün uzunluğu 3 mil uzunluğunda, bəzi bir rəvayətdə də gəlib ki, eni 300 mil, üzr istəyirəm, 3 mil, 300 mil uzunluğunda, bəzi rəvayətdə də gəlib ki, 300 mil eni olan çadır olacaq və hər tərəfində mümin üçün zövcələr olacaq. Və bu zövcələrin biri digərini görməyəcək. Yəni, o çadırın uzunluğundan biri digərini görməyəcək. Və bunlar, müminlər evlərindən çıxıb gedəcəklər öz işlərin dalınca. Məsələn, bir rəvayətdə gəlir ki, evindən çıxıb gedəcəklər bazara. Bazarda istədikləri şeyi alacaq, istədiyi şeyi edəcək, sonra da geri dönəcək. Peyğəmbər s.ə.v. deyir ki, cənnətdə bir bazar var ki, bu bazara cənnət əhli hər cümə gələcək. Fikir verirsiniz, cümə günü. Bu dünyada cümə günü bazara getmək, alver etmək, ticarət etmək, o cümə vaxtı qadağandır. Ancaq orada məhz cümə günü bazara gedəcəklər. Elə ki, bazara çatacaqlar, bazara çatdıqda şimal küləyə gələcək, onları bürüyəcək. Onların həm bədəninə, həm də paltarlarına toxunacaq bu külək. Elə ki, külək onlara toxunacaq, onlar bu külək sayəsində əvvəlkindən də daha gözəl olacaqlar. Yəni, gözəllikləri biraz artacaq. Elə qayıtdıqda, zövcələrinin yanına gəldikdə, zövcələri onları görüb deyəcəklər ki, vallahi ki, bizdən ayrıldıqdan sonra çox gözəlləşmişsiniz. Onlar da zövcələrinə deyəcəklər ki, vallahi ki, elə siz də biz getdikdən sonra çox qəşəngləşmişsiniz. Bu ancaq cənnətdə olacaq. Cənnətdə belə müminlər bir-birindən xoş sözlər edəcəklər. Sonra Peyğəmbər s.ə.v. cənnət qadınlarını vəsf edir, deyir ki, əgər cənnət qadınlarından biri yer sakinlərinə, yer əhlinə görünsəydi, özləri ilə onların arasında olan hər şeyi işıqlandırardı. Nə varsa hər yeri işıqlandırardı. Əgər üzə çıxsaydı, cənnət qadınlarından biri hər yeri işıqlandırardı. Və hər tərəfə ətir isi bürüyərdi. Ondan gələn o tərabətli ətir isi hər yeri bürüyərdi. Və sonra deyir ki, başındakı örtü ki isə cənnət qadının başında örtüyü olacaq. Hicab olacaq, nə olacaq? Allah bilir. Ancaq baş örtüyü gəlir. Lənəsifuhə. Xayrun minə dünya və mə fiyhə.
cənnət əhlinin, yəni qadının başında olan örtük dünya və onun içindəkilərdən xeyirlidir. Bir dənə örtüyü fikir verirsiniz. Yəni Allah Subhanahu taala, Peyğəmbər s.ə.v bununla göstərmək istəyir ki, cənnətdə sizə saysız hesabsız verilən nimətlərdən ancaq birini, o da hələ o qadına xas olan, onun başının örtüyü sizin üçün dünya və içindəkilərdən xeyirlidir. Ne üçün dünyaya bağlı olmalısınız? Odur nimətlər olur. Odur cənnət olur. Sonra onların xoş danışıqları, xoş rəftarı barədə Peyğəmbər s.ə.v deyir ki, mömin gəlib cənnətdəki evinə daxil olacaq. İlk dəfə ki, gəlib daxil olacaq. Daxil olduqda yanına 2 iri qara gözlü huri də daxil olacaq. Yanına gələcək. Ona məxsus Allahın onun üçün yaratdığı hurilərdir. Və daxil olduqda hurilər ona belə deyəcəklər. Səni bizim üçün, bizi də sənin üçün yaradan Allaha həmd olsun. Subhanallah, sözə bax. Səni bizim üçün, bizi də sənin üçün yaradan Allaha həmd olsun. Mömin də gülə-gülə deyəcək ki, ona elə gələcək ki, bu ancaq buna verilir. Yəni, həmən şəxsə. Halbuki hamıya bu veriləcək. Gülə-gülə deyəcək, sevinə-sevinə. Əlhəmdülillah, mənə verilən heç kəsə verilməyindir. Ona elə gələcək ki, ona verilən heç kəsə verilməyindir. Amma hər bir şəxsə cənnətdə 2 huri vallahi ki, veriləcək. Bunu deməkdə məqsəd o deyil ki, hurilər üçün çalışaq, ibadət edək ki, hurilərə nail olaq. Yox, hurilər cənnətdə olan nimətin az bir hissəsidir. Cənnətdə ən böyük nimət başqa şeydir. Allah s.ə.v deyir ki, ləhum mə yəşəunə fiyhə və lədəynə məzid. Onlar üçün orada istədikləri qədər nimət olacaq. Hurilər, yemək, içmək və s. hər şey. Və əlavə elə bir nimət olacaq ki, onu onlarla müqayisə eləmək mümkün deyil. Əli radiyallahu anh deyir ki, bu Allaha baxmaqdır. Allahın cəmalına tamaşa etməkdir. Allaha bir dəfə baxan ömrü boyu onun ləzzətindən doymayacaq. Sonra, bu biraz sərt hədisdir. Çox doğrudan da sərtdir. Bu da onu göstərir ki, cənnətdəki hurilər də qəzəblənə bilir, acığı tuta bilir. Peyğəmbər s.ə.v deyir ki, elə ki, qadın mömin ərinə əziyyət verir, işləndirir, əziyyət verir. Hurilərdən olan zövcələrindən biri. Deyir ki, Allah öldürsün səni. Ona əziyyət vermə. O indi sənin yanındadır. Ancaq az qalıb. Səni tərk edib bizim yanımıza gələcək. Subhanallah, görürsünüz? Və hurilər nəinki Allahın izni ilə biz möminlər ora düşsək, bizə bu cür gözəl sözlər, bu cür gözəl təəssürat, bu cür gözəl şeylər nəsib edəcək. Xeyr, bundan əlavə hələ bizim üçün gözəl mahnılar da oxuyacaqlar. Bizə lazım deyil bu dünyada hansısa heç hurilərin dırnağı olmayan kimlərəsə baxaq onlardan həzz alaq. Lazım deyil. Onlara baxmaq haramdır. Çünki naməhrəmdirlər. Cənnətdə həmin hurilərlə inşallah baxıb onlardan həzz alacaq. Qəribəti burasındadır ki, Peyğəmbər s.ə.v deyir ki, onlar mahnı oxuyacaqlar. Nəğmələr, gözəl-gözəl nəğmələr, müxtəlif cür. Sözlərini də Allah bilir nə qədər sözlər oxuyacaqlar. Bunlardan yalnız bəzilərini Peyğəmbər s.ə.v deyib ki, bax, belə sözlərlə mahnılar oxuyacaqlar. Sözləri nə bacardığımız kimi qardaşımızla bir yerdə tərcüməsini şeirə uyğunlaşdırmışıq. Nə çıxıb Allah bilir. Sözsüz ki, bizim dediyimiz kimi olmayacaq. Biz öz bacardığımız kimi bunu tərcümə eləmişik. Peyğəmbər s.ə.v-in sözü isə elə doğrudan da Peyğəmbər s.ə.v-in sözüdür. Çox mənanı əhatə edən sözlər. Rasulullah s.ə.v deyir ki, onlar belə deyəcəklər. Nəhnu hurul hisən xubi'nə li əzvacin kiram. Deyəcəklər ki, biz gözəl hurilərik, möhtərəm zövcələr üçünik. Onlar üçün yaradılmışıq. Və yaxud başqa bir rivayətdir. Bir onlar oxuyacaqlar və deyəcəklər. Nəhnul xayratil hisən
əzvacı qovmin kiram yanzurna bi qurrati əyən. Biz xoş xasiyyətli, gözəl üzlü qızlar. Mühtərəm qövmün, yəni o insanların zövcələrik və onlara da göz bəbəyimiz kimi baxarıq. Yəni, ərlərinə göz bəbəyi kimi baxacaqlar, qoruyacaqlar. Başqa bir rəvayətdə də gəlir ki, Nəhnul xalidatu fələ yəmutnəhu, nəhnul əminətə fələ yəxafnəhu, nəhnul müqimətə fələ yəza'nəhu. Bu da belə təxminən belə bir şeydir. Biz yaşarıq və ölmərik. Biz əminik və qorxmarıq. Biz qalanıq, yox olmarıq. Uzaqlaşmarıq. Daim ərlərimizin yanında olar. Budur. Cənnət qadınları, cənnət huriləri, cənnət əhli. Sonra Allah subhanahu wa ta'ala deyir ki وَهُمْ فِيهَا خَالِدُونَ. Onlar cənnət əhli. Orada əbədi qalacaqlar. Sual çıxır ortalığa. Onların əbədi olması ilə Allahın əbədi olması eynidirmi? Cavab, əlbəttə ki, xeyr. Bəs onların əbədi olması ilə Allahın əbədi olması arasındakı fərq nədir? Fərq ondadır ki, Allah ümumən, yəni mütləq şəkildə əbədidir. Heç kəs ona qarşı bir şey edə bilməz, onu məhv edə bilməz, ona gücü satmaz. Allah da istədiyini yaradan, istədiyini məhv edən, istədiyini əbədi edən, istədiyini fani edən. Huvəl-əvvəlu vəl-əxiru. Əvvəl, yəni əzəli, əzəldən heç bilinmir ki, Allah s.ə.v. necə olub. Heç kəs deyə bilməz ki, doğulub, kimsə onu yaradıb, belə şey demək küfürdür. Soruşmaq belə küfürdür. Çünki hədis gəlib ki, sizdən birinin yanına gələcək şeytan əvvəz edəcək, onu kim yaradıb, bunu kim yaradıb, səni kim yaradıb, atanı kim yaradıb, sonra da deyəcək ki, bəs Allahı kim yaradıb. Belə şey görən dərhal Allaha sığınsın şeytandan və o fikri başından atsın. Amma cənnət və cəhənnəmin əbədi olması əlbəttə ki, nisbidir. Allahın istəyi altında əbədiləşib. Allah istəyi bu adamdır. İstəsə onu məhv edə bilər. O ki, qaldı cəhənnəmin fani olmasına, bu barədə nə varid olubsa, hamısı uydurma hədislərdir. Bəzi firqələr deyir ki, cəhənnəmdə vaxt gələcək, heç kəs qalmayacaq. Allah rəhimlidir, hamısını cəhənnəmdən nə vaxtsa çıxaracaq. Hətta cəhənnəmin qapıları taybatay açıq qalacaq. Lakin bu barədə nə qədər hədis gəlirsə, nəyə ki zəif, hamısı uydurmadır. Və bu hədis, bu ayə muatəzillərə və onlar kimlərinə rəddir ki, artıq cənnət və cəhənnəm var, hazırdır. Və onlar da orada əbədi qalacaqlar. Əbədi olaraq. Sonra Allah Teala deyir, İnna Allah la yəstəhi ən yədribi məsələn mə bəudətən fəmə fəvqəhə. Allah, həqiqətən Allah ağcaqanadır və istər böyüklükdə, istərsə də kiçiklikdə ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. Baxın, Allah Teala ağcaqanadı məsəl çəkdi. Nə üçün? Yəni, bunun faydası nə idi? Ağcaqanadı nə üçün məsəl çəkdi Allah Teala? Ona görə ki, Allah milçək barəsində məsəl çəkdikdə və dedikdə ki, ey insanlar, bir məsəl çəkildi, bunu dinləyin. Allahdan qeyri ibadət etdikləriniz heç bir milçək də yarada bilməzlər. Lap hamısı bir yerə toplansa da belə. Milçək onların qarşısından, onlardan neysə alıb aparsa, onu dəf edə bilməzlər. İstəyən də acizdir, istənilən də. Bütlər də acizdir, bunu demək istəyir. Bütlərə ibadət edən o bədbəxtlər də acizdir. Milçəyə nə o, nə də bu, heç nə edə bilməz. Allah bu məsələ çəkdi. O kafirlərdir, bu nə məsələdir? Milçəyə nə dəxli var bura? Bu məsələ Allah çəkir. Allahın, yəni,
bu məsələ çəkməkdə məqsədi nədir? O boyda böyük məsələlər var. Nilsə yaxı, dəyərsiz, səviyyəsiz, yəni balaca bir məxluqdur. Onu niyə məsələ çəkir? Həmçinin Allah Taala hörümçəyi məsələ çəkdi. Yenə kafirlər dedilər ki, Allah bu hörümçəyi niyə məsələ çəkir? Allah Taala hörümçək barəsində deyir ki, Məsəlüllezine ettəxəzu min dunillahi avliyə kəməsəl ənkabut. İttəxəzət beytən və inə əhvənəl beytillə beytil ənkabut. Yəv kənu yələmun. Allahdan qeyrisinə ibadət edənlərin məsəli hörümçəyin məsəlinə bənzəyir. Hörümçək ki, bir tor qurur, ev qurur. Sonra da Allah Taala bilir ki, ən zəif ev hörümçəyin evidir. Ən zəif ev, yəni tez uçula bilən ev hörümçəyin evidir. Kəşf onlar biləyidilər ki, onların əqidələri də elə bu hörümçəyin evi kimi bir şeydir. Müşriklər, kafirlər bu məsələ təəccübləndirlər. Başlarlar etiraz etməyə ki, bu nə məsələdir Allah Taala çəkir. Allah Subhanahu Taala ondan da kiçik bir məsələ çəkdi, ağzı qanadı. Və fikir verin, o məsələləri çəkəndə sadəcə məsələ çəkdi. Bu məsələ çəkəndə isə dedi ki, İnna Allah la yəstəhyi. Allah utanmaz belə bir məsələ çəkməyə. Buradan bir fayda çıxır. Allah Taala utanmaz dedikdə o demək deyil ki, Allah Taala utanmazdır. O qədər Allahın feili sifətləri var ki, o feili sifətdən onun üçün az çıxarmaq, nəticə kimi az çıxarmaq olmaz. Məsələn, Allah Taala hilə quranlara qarşı hilə qurdu. Demək olmaz ki, Allah hiləgərdir. Estağfurullah, olmaz. Və yaxud Allah onlara istehza edəcəkdir. Nədir ki, onlar müminlərə istehza edir? Allah onlara istehza edəcəkdir. Demək olmaz ki, Allah Taala istehza edəndir, lağa qoyandır, lağ edəndir. Olmaz. Bu da haramdır. Hətta küfürdür. Və burada da Allah Taala utanmaz bu məsələ çəkməkdən. Ona görə ki, kafirlərin o etirazına qarşı bu məsələ çəkdi. Belə bir məsələ çəkməkdən utanmaz. Və bir qadın Peyğəmbər s.ə.v-in yanına gəlib sual verir. Sual bizə biədəb görsəndir. O sual bizə biədəb görsəndir. Amma qadın əvvəlcədən ona deyir ki, Allah haqqı deməyə utanmaz. Utanmaz kəlməsi, feili o demək deyil ki, Allah utanmazdır. Əksinə, Allah utanandır. Hətta Allahın utanan adı var. Peyğəmbər s.ə.v deyir ki, İnnə Rabbəkum həyiyyun kərim. Həyiyyun utanan deməkdir. Utanan. Həyiyyun adıdır bu. 99 adından biri. Sizin Rəbbiniz utanandır və hörmət, kərəm sahibidir. Əllərini ona qarşı, ona tərəf açıb dua edən bəndəsinin əllərini boş qaytarmağa utanır. Gör, nədən utanır? Əllərini ona tərəf açıb dua edən bəndəsinin əllərini boş qaytarmağa utanır. Bu ayənin nazil olma səbəbi də budur. Onlar ki, hörümçək və milçək barəsində olan məsələ güldülər və dedilər ki, bu nə məsələdə Allah çəkir. Başqa bir şey tapa bilmədim desin. Allah Taala bu ayəni nazil edədir. Ağzı qanad barədə. Sonra Allah Subhanahu Teala deyir ki فَأَمَّا الَّذِينَ آمَنُوا فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ. O kitabı iman gətirənlərə onlar bunun, yəni bu məsələnin özlərinin Rəbbi tərəfindən haqq olduğunu bilirlər. Bilirlər ki, bu Allah tərəfindən haqdır. وَأَمَّا الَّذِينَ كَفَرُوا فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَذَا مَثَلًا. Ayə nazil olub, yenə də bunlara xeyri yoxdur. Yenə də deyirlər ki, kafir olanlar. Allah bununla nə demək istəyir? Bu məsələ çəkməklə. Nə demək istəyir? Sonra Allah Subhanahu deyir ki, "Yudillu bihi kəsiran və yahdi bihi kəsiran." Belə bir məsəllə Allah Taala bir çoxlarını azdırır, bir çoxlarını da doğru yola yönəldir. Necə? Quran-ı Kərimdir. Quran ayəsi ilə insanı azdırmaq da olar.
Quran ayəsi ilə insanı doğru yola yönətməkdə olar. Quran ayəsi insanın lehinə də ola bilər. Quran ayəsi insanın əleyhinə də ola bilər. Quran ayəsi möminlərin imanını artırırdı. Quran ayəsi münafiqlərin murdarlığını artırırdı. Görün, nə qədər burada şeylər var. Quran ecazkarlığı elə bundadır ki, o həm qəlblərə şəfa ola bilər, həm də qəlbləri xəstələndirə bilər. O həm qəlbləri doğru yola yönəldə bilər, həm də qəlbləri azdıra bilər, qapıya bilər, möhürləyə bilər. Allahın kəlamıdır. Düzgün ondan istifadə etməsən, düzgün başa düşməsən, düzgün lazımı yerə qoymasan, vallahi ki, o sənin əleyhinə olacaq və azdıracaq. Və elə hallar olub ki, qardaşlar Quranı eşidib, lakin elə adamla eşidib. O adam ki, ağzını, gözünü büzə-büzə, dilini əyə-əyə onu oxuyub, onu eşitmək istəməyiblər. Və o yerdə qardaşlara dedim ki, subhanallah, baxın, bunda ibrət var. Quranı dinləyirsiniz, ancaq eşitmək istəmirsiniz ki, bəsdir, saxla oxumağa. Qurana qarşı o cür yanaşırsan. Halbuki o Quranı dinlədiksə adam dinləmək istəyir. Bax, elə budur. Kimisə onu lazımınca oxuyar, Allaha itaət etməklə, imanla onun lehinə olar, onlara da xoş gələr. Kimisə onu başqa cür yanaşar və hər kəs də ona qarşı ikrah hissi oyanar. Fasiqlər dedikdə bu ayədə, ayənin sonunda Allah s.ə.v. deyir ki, وَمَنْ يُدُلِّبُهِ إِلَّا الْفَاسِقُونَ. Bu ayə, yəni bu məsəllə Allah Teala ancaq fasiqləri azğınlığa aparar. Fasiqlər dedikdə bu ayədə bizim başa düşdüyümüz fasiqlər deyil. Yəni müsəlman günahkar olan şəxs fasiqdir. O fasiqlərdən söhbət gelmir. Fasiq dedikdə burada kafirlər qəsd edilir. Müşriklər qəsd edilir. Münafiqlər qəsd edilir. Və fasiqlər iki cürdür. Bir, indi dediyim, yəni kafir, müşrik, münafiq olan fasiqlər, bu ayə də onlara aiddir. O fasiqlər ki, onların fasiqliyi həmən o günah, onları dindən xaric edir. Dindən çıxardır. Ya kafir olur, ya müşrik, ya da münafiq. İkinci qism fasiqlər isə dində olub, sadəcə imandan uzaq olan fasiqlərdir. Zina edir, zina etdiyi vaxt iman çəkilir qırağa. İçki içir, yenə çəkilir qırağa. Oğurluq edir, yenə iman çəkilir qırağa. Və buna da bir misal gətirir müəllif. Allah s.ə.v. deyir ki, Yə əyyuhələzinə əmənu, incəəkum fəsiqun binəbəyin fətəbəyyənu. Əgər biz bu fasiqi, bu ayədəki fasiqi, təkcə kafirlərə, müşriklərə və münafiqlərə şamil etsəydik və desəydik ki, kafir və yaxud müşrik, münafiq sənə bir xəbər gətirsə, onun doğru olub olmadığını yoxla, onda heç bir faydası olmazdı. Çünki kafiri tanıyırıq, müşrikləri də tanıyırıq. Münafiqlər də əlamətləri ilə bəllidir. Bu ayə məhz günahkar müsəlmanlara, müsəlmanlar arasında söz gəzdirən müsəlmanlara, qeybət edən müsəlmanlara aiddir ki, həmin o fasiqlər gəlib sizə bir xəbəri çatdıranda onun doğru olub olmadığını yoxlayın. Yoxsa özünüz də bilmədən ki, məsələ bir pislik edərsiniz, sonra da buna görə peşman olarsınız. Bəziləri isə, məsələn, Əbul Aliyə, rahiməhullah, bu ayənin təfsirində deyir ki, biraz şiddətlə, deyir ki, bunları edən elə münafiqlərdir. Çünki bundan əvvəlki ayələr münafiqlər barəsində idi. Bu da elə münafiqlərə aiddir. Sonra, elə həmin Əbul Aliyə münafiqlərin əlamətlərini sayır. Lakin bundan əvvəlki dərsdə münafiqlərin əlamətlərini sizə saymışdım. 7-8 əlamətli getirmişdim. Rahiməhullah deyir ki, onların əlaməti 6-dır. Və bu əlamətlərdən danışdıqda yalan danışmaq, vəd verdikdə vədinə müxalif olmaq, əmanət verildikdə əmanətə xəyanət etmək və Allah ilə aralarında olan əhdi pozmaq. Gəlir o ayə. Əl-ləzinə yənqudunə əhdəllahə min bə'di misəqihi. Allah ilə əhd bağladıqdan sonra o əhdi pozurlar. Münafiqlərdir bunlar. İkinci, münafiqin əlamətini gətirir bu ayədə ki, qohumluq əlaqələrini, dostluq əlaqələrini kəsmək. Allah da bu ayənin ardınca deyir ki, وَيَقْتَعُونَ مَا أَمَرَ اللّٰهُ بِهِ أَنْ يُوصَلَ. Allahın birləşdirilməsini əmr etdiyi şeyləri onlar kəsirlər.
Allah əmr edib ki, qohumluq əlaqələrini birləşdirəsən, möhkəmləndirəsən, bunlar onu kəsir. Dostluğu birləşdirəsən, bunlar onu kəsir. Münafiqlərdir. İstəmirlər ki, qohumlar bir olsun, dostlar bir olsun. Əksinə istəyirlər ki, daim onların arasında nifaq, ixtilaf olsun. Və yer üzündə fitnə fəsad törədirlər. Əmin o münafiqlər yenə bu ayədə gəlir ki, onlar yer üzündə fəsad törədirlər. Fəsad törədənlərin də, qohumluq əlaqələrini kəsənin də, Allah ilə aralarında olan əhdi pozanın da aqibəti nə ola bilər? Allah subhanətə alə deyir ki, məhz onlar ziyana uğrayanlardır. Bu ziyan dünyadakı ziyandan deyil ki, bugün 50 min itirəsən, yansın, batsın, sabah onu bərpa edə biləsən. Bu elə bir ziyandır ki, onu bərpa eləmək mümkün deyil. Hətta tövbə eləsən belə, o gün artıq bərpa eləyə bilməyəcəksən. Tövbən qəbul olmayacaq. Hətta ölüm anında belə, qiyamət gəlməmiş, ölüm anında tövbə eləsən, Allah subhanətə alə qəbul eləməyəcək. Peşman olub desən ki, məni qaytar yenidən bu dünyaya, eləmədiyim əməlləri edim, yaxşı işlər görüm. Allah subhanətə alə deyir ki, onların danışdığı boş sözlərdir. Boş sözlər. Çünki qayıtsalar, yenə də həmən işlərini görəcəklər. Yenə də həmən yaramaz işlərə əl atacaqlar. Musa ibn Sa'd rahiməhullah deyir ki, atamdan soruşdum Sa'ddan. Dedim ki, Əl-ləzini yənqudunə əhdəllah min ba'd misəqihi. Kimə aiddir? Əhd bağladıqdan sonra əhdi pozanlar kimlərdir? O dedi ki, bunlar hərurilərdir. Hərurilər kimlərdir? Hərura bir yer adıdır. Şufədə olan bir yer adıdır. Amma hərurilər o yerdə Əli radiyallahu anh ilə vuruşan xavariclərdən bir tayfanın adıdır. Xavariclərin müxtəlif adları var. Hərura var, Əzarika var, nə bilim, nələr var, cürəbəcür onların ləqəbləri, adları var. Bu da o adlardan biridir. Hərura. Onlar hətta fikri məsələlərdə belə çox sərtdirlər. Bu var, əqidə məsələsində xavariclər kimi sərt olsunlar. Bunlar hətta fikri məsələlərdə belə sərtdirlər. Məsələn, bir qadın, onların qadınlarından biri, gəlib Ayşə radiyallahu anh deyir ki, nə üçün siz orucun qəzasını tutursunuz? Yəni, xəstələndiyiniz vaxt, tez olduğunuz vaxt ki, oruc tutmursunuz. Həmin o qəzanı sonra tutursunuz. Amma namazların qəzasını qılmırsınız. Bax, Ayşə radiyallahu anh'ın cavabına bax, subhanallah. Demir ki, Allah subhanətə alə Quranda belə dedi. Peyğəmbər s.ə.v belə dedi ki, bunu tutmaq lazım deyil. Belə demir. Bilir ki, buna xeyri yoxdur. Cavabına bax, deyir ki, sən hərurisən. Yəni, hərurilərin iddia etdiyi şeydir bu. Ki, qadın xəstələndikdə qılmadığı namazları sonradan qəzasını etməlidir. Biz də bir dəfə, iki dəfə kiməsə cavab veririk. Görürük, bunun xeyri yoxdur. Ondan sonra sual veririk. Sən xavariclərdənsən, ixvanlardansan, Hizb-ı Təhrirdənsən və s. Buna başqa şey demək olmaz. Çünki Allahın və Peyğəmbərinin kəlamını qəbul etməyinlə necə danışasan, başqa nə deyəsən? Qohumluq əlaqələrini kəsmək başqa əməllərdən fərqi, yəni bu dəhşəti nədədir? Yəni təkcə bu qohumluq əlaqələrinə gəlib. Allah s.ə.v deyir ki, o Sılətur Rahim, bu ərəbcədə Sılətur Rahim, qohumluq əlaqələrini möhkəmləndirmək, birləşdirmək. Rahim sözü Allahın Rahim sözü, Rahim adından, Rəhman adından götürülmüş bir şeydir. Rahim. Və deyir ki, qohumluq əlaqəsi mənim rəhmətimdir. Kim onu möhkəmləndirsə, mən də onu möhkəmləndirəcəm. Kim onu kəssə, mən də onu kəsəcəm. Düşünürsünüz? Başqa rəvayətdə də gəlir ki, qohumluq əlaqəsi qiyamət günü danışıb deyəcək ki, bax, bu məni kəsirdi. Danışacaq, subhanallah. Doğrusu, indi bu arada kimsə fikirləşsə, imanı olmasa güləcək deyəcək, bu nə danışar? Qohumluq əlaqəsi bəyəm maddədir, cisimdir, nə gözə görülən bir şey gələ bir danışsın da, ancaq biz etiqad edirik ki, o danışacaq.
Necə ki, ölüm qoça çevriləcək, kəsiləcək və ondan sonra ölüm olmayacaq. Necə ki, əməllər tərəzidə çəkiləcək. Gözə görünməyən bir şeydir, əməl. Tərəzidə çəkiləcək. Əşya kimi. Həmçinin də bu. İman gətirir ki, belə olacaq inşallah. Sonra Allah Teala buyurur, deyir ki Keyfə təkfurunə billahi və kuntum əmvətən fəəhiyyəkum sümmə yumitukum sümmə yuhyikum sümmə iləyhi durcan. Siz Allaha necə küfr edirsiniz? Axı ölüydünüz. O sizi diriltdi. Sonra öldürəcək. Sonra yenə siz dirildəcək. Və daha sonra onun hüzuruna qaytarılacaqsınız. Görün, başqa bir ayə bu ayəni necə izah edir? Çox gözəl izah edir. Allaha müraciət edib deyirlər ki, Rabbənə əməttə nəsnəteyni və əhiyyətə nəsnəteyni. Bizi 2 dəfə öldürdün, 2 dəfə də diriltdin. Bu nə deməkdir? 2 dəfə öldürdün, 2 dəfə diriltdin. Müxtəlif tür rəvayətlər gəlir. Əgər bütün rəvayətləri mötəbər, səhih hesab etsək və qəbul etsək, onda bu ayəyə görə deyil, başqa bir məna çıxada, necə Şəvqani Rahiməhullah deyir ki, 4 dənə ölüm olacaq, 4 dənə də diriltmək olacaq. 4 dəfə öldürmək, qəbir də ora daxil olacaq, yuxu da ora daxil olacaq və 4 dəfə də diriltmək olacaq. Hətta bir rəvayət də gəlib ki, cəhənnəmdə olanları Allah s.ə.v. edəcək ki, cənnətə gətirəndən sonra. Onları təzdən deyilir. Onlar bir bitki kimi diriləcəklər. Yeni bir məxluq kimi. Amma bu ayədə qəsd olunan bu şeylər deyil. Doğrudur, Allah Teala onları Quranda ölüm adlandırır, yuxunu ölüm adlandırır. Ancaq məhz bu ayədə olan ölüm ona aid deyil. Bu ayədə olan ölüm nəyə aiddir? Qatada Rahiməhullah deyir ki, onlar atalarının gelində ölüydülər, sonra Allah onları diriltdi, dünyaya gətirdi. Sonra öldürəcək, əcəli çatanda onları öldürəcək və qiyamət günündə dirildəcək. Beləliklə 2 dəfə öldürüb, 2 dəfə dirildəcək. Ən doğru təfsir də bu təfsirdir. Öldükdən sonra da sözsüz ki, qiyamət günü dirilib Allahın hüzuruna qaytarılacaq. Sonra Allah Teala deyir: "Huvellezî xalaqə lekum mâ fil ardı cemî'an, summa istevâ ile's-semâ'i fesevvâhunne seb'a semâvât." Yer üzündə olanların hamısını sizə üçün yaradan, sonra göyə tərəf yönəlib, yaxud ucalıb, onu 7 qat göy edən odur. Yəni Allah. O hər şeyi bilir. Allah s.ə.v. bu ayədə təfsilat vermir. İzah eləmir ki, göyü necə yaratdı, yeri necə yaratdı, yerdəkiləri necə yaratdı. Təfsilat vermir. Bu ayə umumən gəlir. Ki, yeri yaratdı, yerdə olan şeyləri sizin üçün yaratdı, sonra da göyə yönəldi. Göyü yaratdı. Lakin hədisdə Peyğəmbər s.ə.v. buna izah edir. Bu çox gözəl hədisdir. Çox qəribə hədisdir. Peyğəmbər s.ə.v. deyir ki, Allah Teala 6-cı gün torpağı yaratdı. Sonra bazar günü dağları yaratdı. 1-ci gün ağacları yaratdı. 2-ci gün xoşa gəlməz şeyləri yaratdı. Məkruh. Xalaqal məkruhə yevməs süləsə. Xoşa gəlməz şeyləri. İndi donuz ola bilər, it ola bilər, nə ola bilər, Allah bilir. Burada açıqlanmır. 3-cü gün yuxunu yaratdı, işığı yaratdı, nuru yaratdı. 4-cü gün heyvanları yaratdı. Və cümə günü əsrdən sonra Adəm əleyhissalamı yaratdı. Tərtibi gördünüz, necə gəldi. Və bu sonuncu məxluq idi Allah s.ə.v.'nin o günlərdə yaratdığı. Bunu da cümənin axır saatlarında, yəni əsrdən sonra məğribə yaxın bir vaxtda yaratdı. Hədis belə gəlir. Ayədə isə Allah s.ə.v. deyir ki, sizə elə bir şey xəbər verinmi ki,
ona siz küfr edirsiniz. Bu da Allah'dır. Onun barəsində sizə xəbər verirmi? Və sonra başlayır xəbər verməyə ki, bu Allah ki, yeri 2 günə yaratdı. Baxın, bu hədislə bu ayəni başa düşmək çox çətindir. Amma heç kəs deməsin ki, ziddiyyət var hədislə ayənin arasında. Allah Taala onu 2 gün adlandırır, Peyğəmbər s.ə.v onu 1 gün adlandırır. Biz isə heç nə deyə bilmərik. Allah üçün o 2 gün ola bilər, Peyğəmbər s.ə.v bir gün və yaxud Allah üçün o 2 gün, Peyğəmbər s.ə.v-in adlandırdığı o 6-cı gün Allah bilir. Yəni biz heç bir izah verə bilmərik ki, nə üçün Allah Taala bilərdir, Peyğəmbər s.ə.v bilər. Və deyir, siz bunu bilə-bilə artıq sizə bu bəlli olduqdan sonra Allaha, aləmlərin Rəbbinə şərik qoşursunuz. Sonra Allah Taala yer üzündə dağlar yaratdı və onu bərəkətli etdi. Müxtəlif tür ruzlar yaratdı. Göyü ulduzlarla bəzədi. Və s. Quran-ı Kərimdə onlarla belə ayələr var ki, Allah Taala yerin, göyün, yerin üzərində göydə olanları yaratdıqlarını bizə açıqlayır, izah edir. Qətədə bu ayəni izah edərkən ki, Allah sizə yer üzündə olanları yarattı. Deyir ki, yer üzündə nə qədər nimət varsa, hamısı bura şamil edilir. Hədisdə gördük ki, bəzilərini qeyd elədi. Dağlar və s. Amma nə qədər nimət varsa, hamısı bura aid edilir. Sonra 7 qat göy dedikdə bir-birinin üstündə olması nəzərdə tutulur. Yəni o göylər bir-birinin üstündədir. Qat o demək deyil ki, onlar qatdır, yapışıb bir-birinə. Bir-birinin üstündədir. Və hər biri ilə digərinin arası təsirdə gəlir ki, 500 il məsafədir. 500 il. Gedilən məsafə qədər məsafə var onların hər ikisinin, hər birinin arasında. Sonra İbn Abbas radiyallahu anh deyir ki, Allah Taala hər şeyi bilir, yəni elmi kamildir. Öz elmindən insana da verir. Sadəcə insan Allah kimi deyil. Onun elmi çox düzü bir şeyi əhatə edir. Çox az bir şeyi bilir insan. Çox şeydən xəbəri yoxdur. Hətta Peyğəmbər s.ə.v Allah kimi bilmirdi. Amma Peyğəmbər s.ə.v sahabələrinə nə deyir? Mən bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız. Sahabələr əgər Peyğəmbər s.ə.v-in bildiyini bilmirsə, biz də sahabələrin heç bildiyini bilmirik. Göründü biz nə bilirik? Biz nə bilirik? Çox az bir şey bilirik. Sonra Allah mələklərə müraciət edir və deyir ki, İz qalə Rabbuka lil-mələkəti inni cəəlül fil-ardı xalifə. Rəbbim mələklərə mən yer üzündə bir canişin, xalifə bərqərar edəcəyəm dedikdə onlar nə edir? Onlar dedi ki, qalə ətəcəl mən yufsidu fiyhə və yəsiqud dimə. Sən istəyirsən ki, yer üzündə fəsad törədən, qan tökən bir məxluq yaradasan. Halbuki biz səni həm sənə ilə tərif edir və səni müqəddəs tuturuq. Allah s.ə.v deyir ki, İnni ələmu mə lə tələmun. Şübhəsiz ki, mən sizin bilmədiklərinizi bilirəm. İndi görək, mələklər niyə belə sual verdi? Və Allah s.ə.v də onların bilmədiyi nəyi bilirdi? Əvvəlcə mələklərin necə məxluq olması barədə olan hədisə baxaq. Peyğəmbər s.ə.v deyir ki, mələklər nurdan yaranır. Cinlər tüstüsüz oddan yaranıb, Adəm əleyhissalam isə sizin gördüyünüz şeydən yaranıb. Allah s.ə.v Adəmi yaratmamışdan qalan mələklərə deyir ki, belə bir məxluq yaradacaqım. Və belə hədisdə gördük ki, onu yaratdı. Kimə görə yaratdı? Bəs necə yaratdı? Peyğəmbər s.ə.v deyir ki, Allah s.ə.v Adəmi yaradarkən bir ovuc bütün
yer kürəsindən bir ovuc torpaq götürdü. Allahın ovucu da dərk olunmazdı. Yəni, Allah bilir nə boyda torpaq götürdü. Biz deyə bilmərik ki, Allahın ovucu əgər başqa ayədə gəlir ki, bütün göy, yer, hamısı ovucunda olacaq, əlində olacaq. Necə ola bilər ki, bir ovuc yerdən torpaq götürdü. Yəni, hələ torpaqda da, yerdə də torpaq qaldı. Yəni, bütün bunlar fəlsəfi şeylərdir. Bunu fikirləşmək olmaz. Bir ovuc torpaq götürdü, o ovuc nə boydadır, necədir, nə qədər torpaq götürdü, bu barədə düşünmək olmaz. Ancaq etiqad edirik ki, Allah Subhanahu teala bir ovuc torpaq götürdü. Və Adəm Aleyhisselamı yaratdı o torpaqdan. Sonra isə Adəm Aleyhisselamdan torpaq müxtəlif olduğu kimi insanlar da müxtəlif insanlar gəldi. Qırmızı rəng, ağ rəng və qara rəng insanlar. Həmçinin onların arasında xoşbəxt olanlar, bədbəxt olanlar, gülər üzlülər, kədərli, pərişan olanlar, murdar, yəni qəlbi xəstə olanlar və qəlbi təmiz, səmimi olanlar. Bütün bu şeylər Allah Subhanahu teala yaratdığı bir insandan gəldi. Adəm Aleyhisselamı. Çünki Adəm Aleyhisselamı bütün torpaqdan yaratmışdı. Sonra Adəm Aleyhisselamı yaratdıqda mələklər ki, sual verdi ki, belə bir şey yaradacaqsan, qan tökəcək, fəsad törədəcək. Bunu nəyə əsasən? 2 dənə təfsir gəlib. Təfsirlərdən biri daha doğru təfsirdir. Qatədə Rəhməllah deyir ki, Allah Subhanahu teala onlara bu barədə xəbər vermişdi ki, insanlar belə-belə şeylər edəcək, qan tökəcək, fəsad törədəcək. Sonra insanı yaradacağını onlara xəbər verdikdə mələklər sual verdi ki, qan tökəcək, fəsad törədəcək bir məxluq yaratmaq istəyirsən. Amma yenə başqa bir təfsir də var. Bu da Quran və sünnəyə zidd olmadığına görə müəllif deyir ki, bu təfsir də qəbul olunur və ola bilsin ki, İbn Abbas bunu rəvayət edir İsrailiyyətdən. Deyir ki, İbn Abbas radiyallahu anh, insan yaranmamışdan əvvəl yer üzündə cinlər yaşayıb. Cinlər yaşayıb və onlar da yer üzündə müharibələr edib, bir-birini qırıb, fəsad törədiblər. Mələklər də onları hamısını öldürüb. Və bunu mələklər ki, görür, odur ki, onu insana müqayisə edir. Bir insan da belə olacaq və sual verirlər ki, belə bir şey yaratmaq istəyirsən ki, yəni cinlər kimi onlar da yer üzündə fəsad törətsin, qan töksünlər. Allah Subhanahu teala yenə öz bildiyini edir, insanı yaradır Adəm Aleyhisselamın. Yaratdıktan sonra Peyğəmbər s.ə.v deyir ki, onu yaradır 60 dirsək uzunluğunda. Yaradır, sonra deyir ki, get o mələklərə salam ver. Və dinlə, qulaq as, gör, onlar sənə nə salam versə, bil ki, sənin ümmətinin salamıdır bu salam. Gəlir, deyir, Əssəlamu aleykum. Onlar da deyir ki, Əssəlamu aleykum və rəhmətullah. Cavab verirlər, rəhmətullah sözünü əlavə edirlər. Və o vaxtdan, yəni heç kəs deməsin ki, bu nədir? Təzə özlərindən şey çıxarırlar. Əssəlamu aleykum. Cavab verəndə, vidalaşanda da Əssəlamu aleykum. Bu nə olan şeydir? Bu təkcə Məhəmməd s.ə.v bizə öyrətdiyi salam deyil. Bunu Allah Subhanahu mələklərə də öyrədib, Adəm Aleyhisselama da. O vaxtdan bu vaxta qədər Əssəlamu aleykum ilə Əssəlamu aleykum. Və bunu deməyən gör necə bədbəxtdir. Həm mələklərə müxalif olur, həm Allah Subhanahu həm Adəm Aleyhisselamdan indiyə qədər olan peyğəmbərlərin hamısına müxalif olur. Sonra Allah Subhanahu Adəm Aleyhisselamı yaratdıqda onun bədənində 360 fəqərə yaradır. Peyğəmbər s.ə.v deyir ki, insan bədənində 360 fəqərə var. Hər dəfə Allah-u Akbar desən, Subhanallah desən, Əlhəmdülillah desən, Allahdan bağışlanma diləsən, Lə ilə illallah desən, bunların hamısı sənin üçün savab gətirəcək, savab qazanacaqsan. Yolda olan hər hansı bir daşı, tikanı, sümüyü və s. əziyyət insanlara əziyyət verən bir şeyi yoldan götürsən, bu da sənə savab gətirəcək, savab qazanacaqsan. Ya Allahın buyruqlarını insanlara buyursan, qadağan etdiyi şeyləri insanlara
o çəkindirsən, yenə savab qazanacaqsan. Və bütün bunlar hamısı o 360 bəqərə ilə həyata keçir. Onlardan istifadə edirsən. Barmaq, dil, göz, ayaq və s. Bunların vasitəsilə savab qazanırsan. Və ən mühüm, ən başlıcası da hədisin sonunda deyir ki, və hər gün belə edən insan hər gün cəhənnəmdən biraz da uzaqlaşır. Bunu edən insan hər gün cəhənnəmdən biraz da uzaqlaşır. Allah s.ə.v. bizi tamamilə cəhənnəmdən uzaq etsin. Sonra bu mələklər ki, Allah'a tərif edir, onu müqəddəs sayır. Peyğəmbər s.ə.v. də Əbu Zər Əbu Zər radiyallahu anh rəvayət etdiyi hədisdə Peyğəmbər s.ə.v. bir nəfər soruşur ki, ən gözəl söz hansı sözdür? Ən gözəl söz hansı sözdür? Və Rasulullah s.ə.v. deyir ki, o söz ki, Allah Teala onun mələklərə və öz qullarına öyrədib. Subhanallahi və bihəmdihi. Subhanallahi və bihəmdihi doğrudan da çox gözəl sözdür, çox böyük mənanı kəsb edən bir sözdür. Buxari rahiməhullah nə qədər səhih hədislər yığıb, nə qədər səhih hədislər. Kitabının əvvəlliyi əməlləri niyyətlə bağlı olduğu ilə başlayır. İnnəməl əməl bir niyyət. Sonunu isə bu hədislə qutarır. Kəlimətəni, həbibətəni ilə rəhmən, səqilətəni fiil mizən, xafifətəni əlillisən. Subhanallahu bihəmdihi, subhanallahu azim. İki kəlmə var ki, dillə onu tələffüz etmək asan, çəkidə onun savabı ağır və o kəlmələrin özü özlüyündə Allaha ən sevimli kəlmələr. Bu da nədir? Subhanallah və bihəmdihi bu hissəsi və dalı Subhanallahil azim. Nədir mənası bunun? Pak və müqəddəsdir Allah və ona həmd edirik. Eləcə də pak və müqəddəsdir Allah və o doğrudan da böyük və ucadır. Sonra Mücahid Rahiməhullah bu ayəni iki yerdə izah edir. Birində deyir ki, Nusəbbihu ləkə və nuqaddis lək. O deməkdir ki, biz səni böyük tuturuq, əzəmətli hesab edirik. Başqa bir yerdə təfsirində deyir ki, yenə biz səni uca və böyük tuturuq. Allah s.ə.v. deyir ki, İnni a'ləmu mə lə ta'ləmun. Mən sizin bilmədiklərinizi bilirəm. Burada bir neçə təfsir gəlir. Qatədə Rahiməhullah deyir ki, Allah Teala bilir ki, Adəm əleyhissalamın belindən, zürriyyətindən, onun sevdiyi peyğəmbərlər, elçilər, əməli salihlər, siddiqlər, şəhidlər, cənnət əhli gələcək. Amma mələklər bilmir. Amma ikinci təfsir çox gözəl və çox dəqiq təfsirdir. Bu da yenə Mücahiddəndir. Rahim Allah'dan deyir ki, Allah subhanətə bilirdi ki, iblis günah edəcək. Bu ayədə deyir ki, mən sizin bilmədiyinizi bilirəm. Onlar bilmirdilər ki, iblisin qəlbində nə var. Adəmi yaratdıqda iblis ona paxıllıq etdi. İblis də mələklərin arasındaydı. Allah subhanətə deyəndə ki, mən belə bir canişin, xəlifə yaradacağım. İblis onların arasındaydı. Mələklər hamısı səmimi olaraq sual verdilər ki, belə bir qan tökən, fəsad törədən bir məxluq yaratmaq istəyirsən. Amma iblis dili ilə Allah bilir orada nə deyir. Lakin qəlbində ona həsəd edir. Və bu həsəd də günah sayılır. Allah subhanətə yaratdığı bir şeyə paxıllıq edir ki, bu niyə yaradır bunu? Torpaqdan yaradır, sonra da biz ona səcdə edəcəyik. Təkəbbürlü edir. Allah onun qəlbindəki o paxıllığa görə də onu azdırır. Bəziləri sual verir, deyir ki, iblisin nə günahı var? Fəlsəfəçilər bəziləri, bədbəxtlər. Deyir ki, iblisin nə günahı var? Allah onu azdırdı. Allah onu azdırıb, sonra da cəhənnəmə atır. Allah onu zülm edir. Bədbəxtlər başa düşmür ki, Allah subhanətə heç kəsi azdırmır və heç kəsi də doğru yola yönətmir. O vaxta qədər ki, həmin şəxs özü onu niyyət eləməsin. Əgər qəlbindən sənin
Allahın yoluna gəlmək keçirsə, Allah təala səni o yola yönəldir. Peyğəmbər s.ə.v Peyğəmbərlik gəlməmişdən əvvəl öz iştihadı ilə gedib mağarada qalırdı. İştihad idi. Müəyyən vaxt qalırdı, fikirləşirdi Allah barəsində. Allah ona Peyğəmbərlik verdi. Biz indi deyə bilmərik ki, gedib haradasa mağarada 1 ay, 2 ay qalmaq ibadətdəndir. Çünki Peyğəmbər sana bunu edib. Peyğəmbər sana bunu iştihad edib. Peyğəmbərlik gələndən sonra belə bir şey edib, etməyib. Və bu da iblisin pis niyyəti. Pis niyyətinə görə Allah s.ə.v onu azdırdı. Axırıncı bir hədisi də mələklər barəsində, mələklərin insan olan ünsiyyəti barədə danışaq. Bununla da inşallah bugünkü dərsi sona çatdıraq. Əbu Hüreyra radiyallahu anh deyir ki, Peyğəmbər s.ə.v mələklər barəsində bizə xəbər verib, dedi ki, onlar gecə-gündüz bir-birini növbə ilə əvəz edirlər. Mələklər bir-birini gecə-gündüz növbə ilə əvəz edirlər. Və bunların əvəz bir-birlərini dəyişən vaxtı fəcr namazındadır, bir də əsr namazında. Fəcr namazında yerdə olan mələklər gözləyir ki, göydən mələklər gəlib onları dəyişsin və yerdəkilər yenidən qalxır göyə. Əsrdə də həmçinin onlar gəlir yerə, yerdəkilər qalxır göyə. Və bu mələklərin hər ikisi Allahın yanına qayıtdıqda Allah onlardan soruşur ki, bəndələrimi hansı vəziyyətdə qoyub gəldiniz? Fikir verin. Həm göydə olan, həm yerdə olan mələklər ancaq fəcr bir də əsr namazını hər ikisi deyir ki, biz onları qoyub gəldikdə namaz qılırdılar. Fəcri qılırdılar, hər ikisi şahidliyə edir. Və əsri qılırdılar, yenə hər ikisi şahidliyə edir. O ki, qaldı zöhrə, ancaq bir dəstə şahidliyə edir. Çünki ikinci dəstə göydə olur. O ki, qaldı məğribə, yenə onu da bir dəstə şahid edir. O biri dəstə isə göydə olur. O ki, qaldı işə namazına və hətta gecə namazına, yenə onu bir dəstə şahidliyə edir. Hər iki namaza isə fəcrlə əsrə. Hər iki toplum, o mələklər şahidliyə edir ki, onlar bu namazları qılırdı. Vay o kəslərin alına ki, o namazlara yatıl qalırlar. Fəcrlə əsr namazına. Ən çətin namazlardır. Bu vaxt adama yuxu gəlir. Bugünkü inşallah bu ayə ilə də mövzunu bitirək. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.